odur ki, günahlar nimətləri itirir və yerinə bəlalar, müsibətlər gətirir. Yəni, insandan bir nimətin qalxması günaha görədir və bir müsibətin gəlməsi günaha görədir. Necə ki, Əli radiyallahu anh deyərdi ki, mənə nəzələ bəlam illə bidəm və mərufiyə illə bitəvbə. Hər nazil olan bəla günaha görə nazil olur, yalnız tövbə ilə qaldırılır. Allah Teala buyurur, və mə asabəkum min musibətin fəbimə kəsəbət əydikum və ya'fan kəthir. Başınıza gələn hər bir müsibət qazandığınız günahlara görə də yenə Allah Teala çoxundan keçir. Ənfəl surəsində buyurur ki, Zəlikə bi'ənəllaha ləm yəkun müğayyirən ni'mətən ən'aməhə alə qavmin həttə yuğayyiru mə bi'ənfusihim. Bu da ona görədir ki, Allah Teala bir qövmə verdiyi niməti onlardan qaldırmaz, onlar öz nəfslərində dəyişiklik etmədikcə. Yəni, Allah Teala xəbər verir ki, Allah Teala nimətlərini, qullarına verdiyi nimətləri onlardan qaldırmır, onlar özləri, öz nəfslərində dəyişiklik etmədikcə, yəni itaəti günaha dəyişmədikcə, şükrü küfrə, nankörlüğa dəyişmədikcə, razılıq səbəblərini, qəzəb səbəblərini dəyişmədikcə, əgər onlar dəyişərsə, onlara qarşı da dəyişilir, müvafiq bir cəza olaraq. Sənin Rəbbin əsla bəndələrinə zülm edən deyildir. Əgər insan günahı itaətə dəyişərsə, Allah Teala cəzanı afiyyətə dəyişər, zəlilliyi də izzətə dəyişər. Və həmçinin günahların pis zərərlərindən biri də odur ki, insanın qəlbinin sağlamlığını və doğruluğunu xəstəliyə çevirir, pozuntuya çevrilir. Və insan davamlı olaraq xəstə olaraq qalır, qidalardan faydalanmır, hansı ki o qidalarla onun həyatı, onun islahı vardır. Günahların qəlbə olan təsiri xəstəliklərin bədənə olan təsiri kimidir. Əksinə, günahlar qəlblərin xəstəliyidir və onun dərmanı isə yalnız onu tərk etməkdir. Və artıq Allaha tərəf gedən insanlar icma ediblər ki, yəni qəlblər öz arzusuna çatmaz, Mövlasına çatmadıqca və həmçinin Mövlasına Allaha çatmaz, o qəlb sağlam olmadıqca. Və qəlb də sağlam olmaz və onun xəstəliyi dərmanına çevrilmədikcə. Və la yəsuh lə zəlik illə bi müxalifəti hava. Və bunun da yoluna düşməsi, düzəlməsi nəfsi istəyinə müxalif olması ilə olur. Və nəfsi istəyi onun xəstəliyidir, onun şəfası isə nəfsi istəyinə qarşı çıxmasıdır.